Deyir, mən Allahdan qorxmuram, deyir, şey deyirəm. Necə yəni, sevənlər belə bir-birlərini itirməkdən qorxurlar. Üzünü məndən nihan etmə, deyir məsələ, nihan etmək dilərsin, etmək Nəsimi deyir. Yəni, qorxur ki, üzünü çevirər, gizlədər üzünü ondan. Hə, ona görə də Allahın lütfünü hiss eləyən, dərk eləyən adam onu itirməkdən hədsiz dərəcədə qorxar. Anasını itirməkdən qorxar uşaqlar, hədsiz dərəcədə qorxarlar. Həm də bilməlidir ki, burada bu məsələ budur. Qorxmaq nədir? Yəni, sən Allahın sevgisini ələ aldın, o demək deyil ki, sabah ona xəyanət eləyə bilərsən. Xəyanət eləyən kimi kəsər o dəqiqə sevgini. Ədalətsizlik eləsən, səni cəzalandıracaq. Yunus belə olsan, balığa yedizdirər səni. Bütün sənin nailiyyətlərini, bütün sənin xidmətlərini, hamısını sənin üstündən qələm çəkə bilərsən hansısa. Yaqub Peyğəmbər kimi 20-25 il görməz. Bəli, hə, cəzalandırar. Həməncə heç kimə baxmır. Şah damarını qopardaram deyir. Peyğəmbərləri ilə bu cür davranan sənlə necə davranır? Ona görə də Allahla zarafat eləmək olmaz.